Musa Peygamber Allah'la danışırdı da bir gün dedi ey Resulü Xuda istəyirəm ki mən o dünyada kim benim yanımda yatacaksa onu görüm. Kime deyə bilər? Dedi ki sənə deyəcəm də deyemirəm. Bir qəssəb ət satan git onun yanına, o senin yanında yatacak cennette. Derviş paltarı giyip gidir et satır. Dayanır et qutarandan sonra deyir mən et verərsən, deyir et qutarıb. Deyir mən başqa kənddən gəlirəm. Bir yerim də yoxdur qalmağa. Belki gece kalın bir yerdesə, deyir gidək bizə. Aparır onu eve, derviş bilir bunu da. Görür bir koca arvat bələkdə uzanıbdır. Əvvəl oğlan onu götürdü, açtı, çimizdirdi, yemeğini yedizdirdi. Gördü ki kadın sesi çıkmırdı. Kulağını tuttu oğlanın 3 dəfə ne dediyse, oğlan amin dedi. Gelip oturanı dedi, niye çay içməmişsən derviş? Dedi ki, niye içməmişəm? Mən bura qonaq gəlmişəm, dervişəm. Ama anandı bildim, çimizdirdin, yedizdirdin, onu öptün, bu anandı eləməlisən. O sənə ne dedi ki 3 dəfə amin dedin? Dedi her dəfə ona belə baxanda, deyir oğul sen ki mənə belə baxırsan, Allah səni Musa Peyğəmbərlə qonşu eləsin. Bu derviş ağlayır, deyir niye ağzı, deyir mən Musa Peyğəmbərəm. Bəs mənə niye demirsən? Deyir dedim görüm sen neynirsən sen? Çünkü ana en ağırlı yerdir, ona göre deyir, hiç kimi Allah anasız eləməz. Amin.